Salam. Dünya Bankının hesabatına görə indiki şərtlərdə yüksək gəlirli ölkəyə çevrilməsi üçün Azərbaycana 100 ildən çox zaman lazımdır. Bu barədə hesabata isnadən iqtisadçı Rövşən Ağayev Facebookda məlumat yaymışdı. İqtisadçı bildirmişdi ki, məlumat qurumun sahibkarlığın inkişafı, texnologiyaların və innovasiyaların tətbiqi vasitəsilə artımın sürətləndirilməsinə dair hesabatında yer alıb. Hesabata görə yüksək gəlirli ölkəyə çevrilməsi üçün Gürcüstana 30 ilə yaxın, Ermənistana isə 20 ilə yaxın zaman lazımdır. İqtisadçı Məmməd Talıblı deyir ki, resurs ölkəsi olaraq Azərbaycanı Qazaxıstanla müqayisə etmək olar. Müqayisə zamanı görünür ki, Qazaxıstana yüksək gəlirli ölkəyə çevrilməsi üçün 30 ildən çox zaman lazımdır. İqtisadi artım məsələsi belədir ki, həmin ölkələrdə iqtisadi artım templəri müəyyən mənada son illərdə xüsusilə yüksək səviyyədə baş verir, xüsusilə Cənubi Qafqaz ölkələrində. Amma məsələn, Dünya Bankının başqa bir hesabatı vardır ki, həmin hesabatda qeyd olunur ki, 2024-cü ildə Azərbaycan 4,6% iqtisadi artıma nail olmasına baxmayaraq, 2025-2026-cı illərdə bu artım templəri 3% səviyyəyə qədər düşəcəkdir. Buradan da aydın müqayisə etmək olur ki, Azərbaycanda həqiqətən böyük neft hasilatı və yüksək neft qiymətləri, dünya bazarında neftin konjunktur qiymətinin yüksəklə dəyişməsi ona gətirib çıxarır ki, Azərbaycanın iqtisadi artım templəri hasilat düşməsinə və dünya bazarında neftin qiymətinin ucuzlaşmasına görə iqtisadiyyatın həcm baxımından da kiçilməsi hadisəsi baş tutur. Ölkə iqtisadiyyatının böyüklüyünü göstərən göstərici ümumdaxili məhsuldur. Rəsmi statistikaya görə Azərbaycanda adam başına düşən ümumdaxili məhsulun dəyəri $7.200. Bu rəqəm dünya ortalamasında 2 dəfə kiçik rəqəmdir. Hələ $7.200 dəqiq rəqəmdirsə. İqtisadi artım templəri biz vaxtilə 3% iqtisadi artıma nail olan Azərbaycan bir vaxt vardı ki, 33% iqtisadi artıma nail olmuşdu. Amma biz başa düşürdük ki, bu sağlam bir iqtisadi böyümə deyil. Əslində bu biraz da anormal, biraz da qeyri-sağlam iqtisadi böyümədir, epizodik bir iqtisadi artımıdır, eybəcər bir iqtisadi artımıdır. Amma sonraki o mərhələlər var ki, devalvasiya mərhələsi biraz da bu iqtisadi artım tempini, ümumiyyətlə manatın dollar qarşısında 2 dəfə yaxın dəyişdirməsi iqtisadi situasiyanı ölkədə tamamilə dəyişdi. Üzərinə əlavə edəndə postneft dövrünün ayaq səsləri, postneft dövrünün qayğıları başlanan zaman iqtisadiyyatın biraz da çətinlikləri yarandı. Ona görə də iqtisadiyyatda yalnız adam başına düşən ümumdaxili məhsulun kiçilməsi baş tutmur. Məsələn, eyni zamanda əhalinin azalması, əvvəlki illərlə müqayisədə azalması templəridir görünür. İqtisadçı deyir ki, iqtisadiyyatın böyüməsi əhalinin sosial vəziyyəti ilə də bağlıdır. Ümumdaxili məhsulun yüksək artım nümayiş etdirə bilməməsi sosial indikatorları pisləşdirir. Məsələn, işğaldan azad edilmiş bölgələrə xərclərin ayrılması, müdafiə, hərbi sənaye sahəsinə böyük pulların xərclənməsi sosial xərclərin artmamasına gətirib çıxarır. Beləliklə, əhalinin sosial rifahı yüksəlmir. Bəs ölkə iqtisadiyyatı necə genişlənməlidir? İqtisadi azadlıqlar olmalıdır. Ölkədə iqtisadi azadlıqlar olmasa, hər hansı bir iqtisadi azadlıqlara mane ola biləcək amillər aradan qaldırılmasa, Azərbaycan iqtisadiyyatında təbii ki, inkişaf çətin ola bilər. Üçüncü vacib məsələ odur ki, Azərbaycan daxili investisiyaya güvənməməlidir. Azərbaycandakı əvvəla daxili investisiya mühiti arzu olunan səviyyədə deyil. İkinci, Azərbaycan xarici investisiyanın ölkə iqtisadiyyatına cəlb olunması üçün investisiya mühitini normallaşdırmalıdır. Burada siyasi, iqtisadi, sosial, hüquqi maneələr aradan qaldırılmalıdır və nəticədə investisiyaların ölkəyə axını baş tutmalıdır. Bir çox hallarda biz əksinə investisiyaların, xarici investisiyaların, xüsusilə real iqtisadiyyata axınından daha çox bəzən investisiyaların repatriasiyasını hiss edirik. Ölkədən əlavə olaraq xarici ölkələrə mühacir kapital axını ilə müşahidə olunan iqtisadi tendensiyalar da vardır. Ona görə də bir çox hallarda reformalar məhz bu neqativ iqtisadi prosesləri tormozlaya bilər ki, biz bunları ilk olaraq